Cənab Prezident, buradan sizə səslənirəm inşallah. Bu Alyans şirkəti 100 kvadrat, 99 kvadratda 100 kvadrat deyək. 100 kvadratı ərazisi olan, evini sökülən sakinə Tağzadə küçəsi ilə Abdullah Şaiq küçəsinin kəsişməsində Nərimanov heykəli ilə üzbəüz. Bu sakinə bunlar 100 kvadratlıq evinə Emin adlı şəxsdir, Alyans şirkətində işləyir. Gəlib deyib ki, siz deyirsiniz ki, çıxışlarda mənlə danışmırlar. Hə, gəldim səninlə danışmağa. 70.000 sənə pul verirəm. So. Yəni yudun da budur, yemədin də. 70.000 100 kvadrat evə kim verir ha? 15 kvadrat evə 80 neçə min verən sən deyildin. Sən cəmaatı dolamısan. 100 kvadrat evi var bu adamın. 4100 manat qiymətləndirmə gəlib ora qiymət qoyub opşidə, yəni o ərazidə olanlara. 4100 manata hələ qiymətləndirmə qoyub. Sakinin də ixtiyarı var da, 7-8 minə satılan ərazi daxil 1 kvadratı. Sakinin də ixtiyarı var ki, məsələn 4000 deməsin, 5000 desin. Yaxşı, bu adam sizlə 400 minə yaxın pul istəyir. 400 minə yaxın. Hələ 4100-ü demir ha. 400 minə yaxın pul istəyir. Sən kimsən ki, 70.000 pul verirsən bu adama? Hələ evini sökmüsən, sən onu. Sən onun evini niyə sökmüsən? Sən kimsən ki, o evdə olmayanda sən onun evini sökəsən? Ha? Siz özünüzü nə sayırsınız? Bu ölkədə bu nə dərəbəyliyi deyə yaratmışsınız. Bu söküntülər kim deyə bunlar? Bunların dalında kimdir o? Durub. İcra hakimidir o. İcra hakimi kimdir ki? Mənim kimilərin qulu. Millətin